Salam əziz şagirdlər. Bildiyiniz kimi bu gün hədəf kurslarında növbəti buraxılış sınaq imtahanı keçirildi. Buraxılış sınaq imtahanı 3. Bu gün onun fərqli siniflər üzrə həm 9, həm 10, həm də 11-ci sinif üzrə izahını verəcəm. İlk öncə onu deyim ki, videonun aşağı hissəsində link yerləşdirəcəm. Oradan daxil olub PDF formasını, imtahanın PDF formasını əldə edə bilərsiniz. PDF-də hər 3 fən var. Həm riyaziyyat, həm Azərbaycan dili, həm də ingilis dili. Eləcə də dinləmənin də linkini yerləşdirəcəm. Daxil olub oradan dinləməni də əldə edə bilərsiniz. Kanala abunə olmağı unutmuruq ki, bu videolarla dərhal tanış ola bilək. Başlayırıq listeningdən. Listeninginin sadəcə cavablarını deyəcəm. Mətnimiz nə haqqındaydı deyir. Mətn Etiopiya tərəfindən yaradılmış bir bənd, hansı ki Mavi Nil üzərində, Nil çayı üzərində yerləşdirilib və Afrikanın ən böyük bəndidir. Burada cavabımız the biggest dam in Africa deyir. Afrikanın ən böyük bəndi. Y bəndi olur. İkincidə, what do many families without power hope? Yəni, gücsüz olan ailələr nəyə ümid edirdilər? Orada deyirdi, they hope their lives will improve. Yəni, həyatlarının yaxşı olacağına ümid edirdilər. Cavabımız A bəndidir. 3-də, they say the dam could cut their water from the Nile, especially in dry times deyir. Xüsusilə də quru zamanlarda bənd suyu kəsir, suyun qabağını alır. 4-də, true false'ları deyir. 4-ün birincisində Egypt opened the Grand Ethiopian Renaissance Dam. Bu bəndi Misir yox, elə Etiopiya açmışdı. 1 false'dur, yəni 1 B bəndi olur. The dam can produce huge amounts of electricity, yəni böyük miqdarda elektrik istehsal edir, yaradır. Bu düzüydü, true, mətndə bunu deyirdi. People across Ethiopia gave money through donations and bonds, yəni bütün Etiopiya boyunca insanlar iyanə verirlər, yardım köməklik göstərirlər. Bu düzüydü, mətndə bu cümləni deyirdi. Ethiopia says the dam won't help the country grow stronger. Won't help demirdi. Ethiopia deyirdi ki, onlar ümid edirdilər ki, bu ölkənin güclənməsinə kömək edəcək. Bu false olur. Yəni 1 false'dur, 2 true'dur, 4 false'dur. Qısa mətnlərə baxırıq. School art exhibition, məktəbin incəsənət sərgisi. Students' paintings will be shown in the hall on Monday afternoon. Şagirdlərin rəsmləri birinci gün axşam, birinci gün günorta zalda göstəriləcək. Düz olanı istəyir. The event will happen outdoors. Çöldə keçirilmir, zalda deyir. The teacher's work, müəllimlərin işləri deyil, şagirdlərin rəsmləri göstərilir. It will continue all the week, bütün həftə davam eləməyəcək. Birinci gün günorta göstərilir. The picture will be present inside the building, şəkillər binanın daxilində. Həmin binanın daxilində nümayiş olunacaq. D bəndi düzdür. The exhibition is cancelled, yəni sərgi ləğv olunub deyib, bu da səhvdir. 6-da, last Sunday, the students planted trees in the garden. Keçən bazar günü şagirdlər bağçada ağacları əkirdi. They work together and clean the area. Onlar bir yerdə işləyir və ərazini təmizləyirdilər. They also learn how to protect the nature. Onlar həmçinin təbiəti necə qorumağı da öyrəndilər. Students damaged the garden. Bağçaya zərər vurmurdular, təmizləyirdilər, ağac əkirdilər. The students planted flowers in the pot. Dibçəkdə əkmirdilər gülləri, bağçada əkirdilər. They stayed at home at the weekend. Həftə sonu evdə qalmamışdılar. Məktəbdə, daha doğrusu bağçada ağac əkirdilər. The students worked as a team. Qrup şəklində işləyirdilər. Burada deyir ki, onlar birlikdə işləyirdi. Bu düzdür. They learned nothing together. Onlar heç nə öyrənmədi deyir. Heç nə öyrənmədi yox. Onlar həm də təbiəti necə qorumağı da öyrəndilər. Cavab D bəndidir. 7-də, Cavidan bought a bicycle instead of using the bus last month. Cavidan keçən ay avtobusdan istifadə eləmək yerinə bir dənə velosiped aldı deyir. Now he goes fast and feels healthier. İndi o daha sürətli gedir və daha sağlam hiss edir. He also saves some money every month. Hər ay biraz pula qənaət eləyir deyir Cavidan. Cavidan travels more slowly, daha yavaş getmir. He feels weaker, daha zəif hiss eləmir, daha sağlam hiss eləyir. Cavidan spends more money than usual, həmişəkindən daha çox pulu xərcləmir, qənaət eləyir pula.
He sold bicycle last month. Keçən ay velosipedini satmayıbdı, alıbdı keçən ay. Cavidan changed his way of traveling. Səyahət etmə üsulunu dəyişibdi. Dəyişibdi, artıq velosipedlə gedir. Y olur. Davam edirik. Mətnimiz completing tasks with others is often more successful than working alone. Yəni tapşırıqları birlikdə tamamlamaq tək işləməkdən daha uğurludur. People have different skills and ideas, and one of the most effective ways to reach a goal is by cooperating as a group. Yəni insanların fərqli bacarıqları və ideyaları olur. Onlardan da ən effektiv olanlardan biri məqsədə çatmaq üçün birlikdə qrup şəklində işləməkdir. Qısaca teamwork haqqındadır, yəni qrup işi haqqındadır. Amma burada önəmli qeyd, onun təkcə müsbət yox, həm də mənfi cəhətlərindən danışır. Məsələn, 3-cü abzasda deyir ki, however, teamwork sometimes can be challenging. Yəni, baxmayaraq ki, qrup işi bəzən çətinliklər yarada bilir. Disagreement or different opinions may cause conflict. Yəni, narazılıqlar və fərqli düşüncələr münaqişəyə gətirib çıxarda bilir. Əgər if some members don't participate equally, əgər bəzi üzvlər eyni şəkildə iştirak eləmirsə qrupda, yəni iş yükü ədalətsiz görünəcək. Ona görə də burada biz təkcə müsbətlərindən yox, həm də mənfilərindən danışıq. The advantage and disadvantage of teamwork desək daha doğru olar. 9-da a person alone always performs better than a team. Yəni tək işləyən adam həmişə qrupdan daha yaxşı işləyir, amma biz dedik ki, qrup işi birinci cümlədə idi, birinci abzasda daha uğurludur. Conflicts never happen. Deyir ki, münaqişə heç vaxt baş vermir, amma 3-də dedik ki, bəzən münaqişələr olur. Teamwork is only useful for creative people. Yalnız kreativ insanlar üçündür. Yalnız sözü genəldə cümləni səhv edir. Təbii ki, yalnız kreativ insanlar üçün olmayacaq. O, istənilən insan üçün uğurludur, əlverişlidir. Məsələn, bax, burada deyir ki, some team members may be good at organizing. Bəzi qrup üzvləri təşkil eləmədə yaxşı olsalar da, digərləri problemi həll eləməkdə kreativdirlər, yaradıcıdırlar. Yəni, hər kəs üçün faydalıdır qrup şəklində işləmək. Bu səhvdir. Working in a team allows members to use their abilities. Yəni, qrup şəklində işləmək, qrup üzvlərinə öz bacarıqlarından istifadə etməyə şərait yaradır. Bu düzdür. Bunu harada deyirdi? Baxaq görək. Deməli, qrup üzvlərinə bacarıqlar. Burada deyir, baxın. One major benefit of teamwork is that it allows eyni cümləni verir. Members to use their different individual skills together. Yəni, o qrup üzvlərinə icazə verir ki, fərqli bacarıqlardan istifadə eləməyə qrup üzvlərinə şərait yaradır. Yəni, burada cavabımız olacaq D bəndi. Onda, why can teamwork sometimes be difficult? Niyə bəzən qrup komanda işi çətin olur? Niyə çətin olurdu? Burada dedik ki, disagreement or different opinions may cause conflict. Yəni, narazılıqlar və fərqli fikirlər konfliktə gətirib çıxardır. Deməli, burada because members always think the same. Çünki üzvlər həmişə eyni şeyi düşünür. Because various ideas may create conflict. Çünki fərqli ideyalar münaqişə yaradır. B bəndidir cavab. 11-də some team members may be good at organizing task. Bəzi qrup komanda üzvləri organize task, yəni tapşırığı təşkil eləməkdə yaxşıdırlar. While, bu bayaq oxuduğumuz cümlə var idi burada. Digərləri, while others are creative or skilled at solving problems, yəni problem həll eləməkdə bacarıqlı olur digərləri bəzən. Burada da biz verəcəyik, while others, other team members are good at finding solution problems, problemə həll tapmaqda, elə problem həll eləməkdə deməkdir də. Elə burada A bəndi daha doğrudur. Davam edək. 12-də səhv olanlar istəyir. A group always functions perfectly without any disagreement. Bu təbii ki, səhvdir. Bayaq o mənfi cəhətlərində dedik. Deyir ki, qrup həmişə heç bir narazılıq olmadan mükəmməl şəkildə fəaliyyət göstərir, işləyir. Amma dedik ki, bəzən narazılıqlar olur. Bir səhvdir. Cooperation reduces the chance of completing the task successfully. Yəni,
birgə iş, əməkdaşlıq tapşırığı uğurla tamamlamaq şansını azaldır, azaltmırdı, artırırdı. Cavabımız olur 1-2 burada səhv olanlar. 13-cü suala baxırıq. Qrammatika ilə davam edirik. The cat waited silent. Burada wait feildir, xəbərdir. Xəbəri feili təyin edirəm zərflə. Ona görə mən sifətləri çıxıram. Zərflər qalır. Muchdan sonra biz bilirik ki, heç vaxt adi dərəcə gəlməz. Much more silent olur. Cavabımız burada Y bəndidir. 14-də bizdən sifətlər olan cərgəni istəyir. Unfortunately, bədbəxtlikdən deməkdir. Zərfdir nitq hissəsi olaraq, sifət deyil. Popular, məşhur, common, adi, high, uca, yüksək, powerful, güclü. Bunlar sifətdir, B bəndi. Advantage, üstünlük deməkdir. İsimdir. Longevity, uzun ömürlük. İsimdir. Quickly də zərfdir burada zaten. Bir də goods, mal, əmtə, isimdir. Cavabımız olur B bəndi. 15-də he created world famous character. Burada karakter isimdir. Arasına sifət girib. Yəni mən bura aslı yəli əvəzliyi qoymalıyam ki, isim gəlsin özündən sonra. Aslı yəli əvəzliyi hardadır? A bəndində. He created his world famous character. 16-da kəmiyyət göstəriciləridir. Many'dən sonra cəm isim gəlir. Roles cəmdədir. Several'dan sonra cəm isim gəlir. Bu da cəmdədir. A lot'dan sonra ümumiyyətlə isim gəlməz. A lot of-dan sonra gələr. Enough'dan sonra da ya sayılan cəm isim gələr, ya da sayılmayan isim gələr. 1-2-dir burada, D bəndi. 17-də Cavidan speak Spanish. Speak danışmaqdır, yaxşı danışmaq, pis danışmaq. Mən bura nə qoyacağım? Zərf qoyacağım. Çünki isim yoxdur, hərəkəti təyin edirəm. Sifətlər hamısı gedir. Fluently, zərf qoyuruq. 17. 18-də the children played outside. Yenə burada eyni şəkildə. Played nədir? Oynamaq. Hərəkət outside zərfdir. Çöldə, bayırda demək. Oynamaq feildir. Hərəkəti təyin edirəmsə zərf qoyuram. Happy, happy'ə, yenə happy'lər hamısı gedir. Happy'ə də happy sifətinin müqayisə dərəcəsidir. Sifətdir. Happily lazımdır bizə, zərf lazımdır. 19-da the food was spicy. Spicy sifətdir. Sifət. Burada deyə bilərsiniz ki, to be link verbdir. Link verbdən sonra sifət gəlir. Sifət gəlib də onsuz da. Spicy nədir? Sifətdir. Bəs sifətin özünü nə ilə təyin edirəm? Sifətin özünü yalnız zərflə təyin edə bilərsən. Və yadda qalsın ki, zərflər sifəti təyin edəndə birinci zərf gəlir, sonra sifət gəlir. Bir dənə zərf istisnadır. Hansıdır? Enough. Enough'da birinci sifət gəlir. Biz demişik ki, sifət zərf enough'dan əvvəl gəlir. Birinci sifət gəlir, sonra enough gəlir. Qeyd var ki, sifət enough'dan əvvəl gələr. Yəni, mən bura digər zərflərin heç birini qoya bilmirəm. Men onsuz da zərf olmur. Digər zərflərin heç birini qoya bilmirəm. Bir dənə enough qoymalıyam ki, o spicy enough deməliyəm ki, sifət enough'dan əvvəl gəlsin. Cavab olur D bəndi. 20-də I'm sorry I cannot understand. Cümlə inkardadır. İnkardırsa some'lar, no'lar gedir. Qalır anything. 21-də goal is-dən deyir. Zən müqayisə dərəcəsidirsə, biz müqayisəni götürməliyik. Və muchdan sonra heç vaxt adi dərəcə gəlməz. Much more expensive olmalıydı. Cavabımız olur burada more expensive D bəndi. 22-də they haven't seen the invitations to, yenə eyni şəkildə cümlə inkarda deyil. İnkardadır. O zaman no'lar, some'lar getsin. They haven't sent the invitation to anyone. Cavab olur A bəndi. 23-də Orxan is player sözü sayıla bilən tək isimdir və burada zaten şey də var, dərəcə göstəricisi də var. In ona ətlə düzələn yer zərfləri üstünlüyün göstəricisidir. Və yazda qalsın ki, əgər sayılan tək isim verilibsə, onun qabağına hansı dərəcədə sifət qoysan artikel olmalıdır. Qısaca mənə artikelli variant lazımdır. Cavab olur C bəndi. The best player. 24-də although everybody knows that cigarettes are to our health, many people still smoke. Yəni deyir, baxmayaraq ki, hər kəs siqaretin necə olduğunu bilir sağlamlığımıza. Amma çox insan hələ də onu çəkir. Necə olduğunu, zərərli olduğunu, yəni mənfi şey yazmalıyam da bura. Yəni yazırıq harmful, B bəndi. 25-də eyni şəkildə cümlə necə cümlədir? İnkar cümlədir. İnkardırsa no və some getsin, cavab qalsın N'lər. 1-dən 3.
Bu oldu bizim 10-cu sinif. Deməli, buraxılış sınaq imtahanı hədəf 3. 10-cu sinifin izahı, digər siniflərin izahı da yerləşdiriləcək kanala. Kanala abunə olmağı unutmursunuz. Uğurlar hər birinizə.